Mövzumuz çox önəmli bir məsələ ilə bağlıdır. Hər birimizin həyatda yerinə yetirməli olduğumuz tapşırıqlar var, görməli olduğumuz işlər var ki, bizim həyatımız, karyeramız, gələcəyimiz bu işlərin necə görülməsindən asılıdır. Hansı sürətlə, vaxtında yerinə yetirilir, yetirilmir o verilən tapşırıqlar, keyfiyyət necə olur və sairə və ilaxır. Amma təəssüflər olsun ki, əksəriyyətimizlə bu baş verir. Mən də etiraf eləməliyəm bunu. Mənlə də baş verir. Bəzən hansısa bir işi görmək lazımdır, amma sanki gözə görünməz bir qüvvə tutur insanı saxlayır. Sabah eləyərsən, o birisi gün eləyərsən, yarım saat sonra başlayarıq. Bu işi sonra da görmək olar və bir də görürsən ki, vaxt ötüb, keçib və son tarixə gəlib çıxmışıq. İndi buna elmi dairələrdə buna təxirə salma və yaxud deyək, gecikdirmə. Yəni, Bəli, bax, bu çox qəribə bir məqamdır və insanların əksəriyyəti də bunu normal bir hal kimi qəbul edir. Amma əslində, həqiqətən də bu çox ciddi bir məsələdir. Və mən deyərdim ki, dünyanın istənilən millətinə, xalqına xas olan, ümumiyyətlə insana xas olan bir xüsusiyyətdir. Amma bəzi cəmiyyətlər, xüsusilə də inkişaf etmiş ölkələrdə, onlar bu problemi çoxdan kəşf ediblər artıq və onunla bəli, başa çıxmağın da yollarını müəyyənləşdirə biliblər. bəli. Deyərdim ki, çox üzr istəyirəm, sözünüzü kəsirəm. Buyurun. Əslində, kəşf ediblər deyəndə bu kəşf olunmamış bir şey deyil. Daha çox deyərdim ki, o xalqlar, bunu, elmi yolla izləməyi seçiblər. Doğru. Bizdə məsələn, bu problemlə üz-üzə olan insanlar, daha çox cəmiyyətdə tənbəl, işə yaramaz, sözünün üstündə durmayan, bir sözü bir sözünü tutmayan kimi Doğru. lorlaşdırılır və bunu əslində o insanın xəssiyyətinə çeviririk. Amma Bəli. əslində bu, psixologiyada, psixoloji, belə deyim, əsasları mövcuddur və düşünürəm ki, bu xalqlar əslində bu psixoloji, faktları aşkarlayıblar və, onlardan necə deyim, doğru istifadə edib, düzgün anlayıb, düzgün də nəticə çıxara bilirlər. Bəzən bu psixologiya elmi, sosiologiya elmi bizim cəmiyyətimizdə çox qəbul olunmur. Ona görə təbii ki, belə deyək də, indi qəbul olunmaması əslində bir neqativ haldır. Çünki Bəli, uzun müddətli araşdırmalar aparılır, hər bir mental sorunla bağlı, psixoloji durum, problemlə bağlı və bu fikirlər, nəzəriyyələr elə-belə boşuna qoyulmur ortaya. Elə təxirə salma ilə də bağlı sizin sözünüzə qüvvət 80-ci illərdən başlayıb əsasən qərb elmində William Tomac adında və Joseph Ferrari adında alimlər var. Onlar 1984-cü ildə xüsusilə də bir əsər çap elətdiriblər bununla bağlı və eyni bəli, zamanda başqa bir müəllifi də deyəcəm. Clive Ley adında başqa bir müəllif var və bunların da araşdırmaları ciddi elmi tədqiqatlara əsaslanır. Eksperimentlər keçirirlər, müşahidələr, sorğular aparırlar, insanları dinləyirlər və nəticədə o elmi əsərləri qoyurlar ortaya ki, bu məsələ, bu fenomen təxirə salma, gecikdirmə nə ilə bağlıdır? Beynin hansı hissələri burada daha aktiv rol oynayır? Hansı bəli. deyək, hissə bizə müqavimət göstərir, bizim qarşımıza alır ki, biz görəcəyimiz işi vaxtında görüb tamamlamayaq. Bəli, bəli. Sizin, sözünüzə qüvvət. Mən əslində istəyərəm buna biraz, açıqlıq gətirək ki, bu beynin hansı hissələridir. Beyində loru dildə desək, prefrontal, kortekslə amigdala bir-biri ilə, bu zaman, belə deyim, müharibəyə girir. Hı. Prefrontal, korteks bizim beynimizin məntiqli hissəsidir, hansı ki biz
onunla başa düşürük ki, biz bu, planı deyək, layihəni deyək və hətta çox kiçik bir şey, məsələn, evin təmizlənməsi, yığışlanması. O bizə bunu anlatır ki, sən bunu eləsən, bu sənin üçün çox xeyirli bir şey olacaq. Bu sənin Bəli, üçün bu günün üçün olacaq, gələcəyin ola bilər, məsələn, karyeran üçün çox yaxşı bir şeydir. Amma çox amigdala isə bizim o məntiqdən başa düşmür. O, bizim qorxu və həzz mərkəzimizdir ki, o gələcəyə yox, daha çox bu saniyə mənə dopamin olsun, mən, etdiyim işdən həzz alım, məni, stresslə yükləmə, budur və bəli, o ikisi bir-biri ilə savaşa girirlər və əgər, belə deyim, amigdala, korteksimizi, nokaut eləyirsə, biz bu işimizi qırağa qoyub, atıb başlayırıq reelslara baxmağa, nə bilim, uzanmağa, yatmağa və doğru. s. Amma nə vaxt ki, biz o iradəni özümüzdə tuturuq və korteksimizi işlətməyə başlayırıq, bu zaman artıq biz, amigdalaya, belə deyim, güc tətbiq edərək, bəzəsinə bunun yöntəmləri var. Podkastın irəliləyən, dəqiqələrində bunun haqqında da danışarıq ki, hansı Bəli. yollarla biz əslində, eee, daha çox, belə deyim, korteksimizi işə sala bilərik. Bilirsiniz, qəribə, həqiqətən də çox qəribə psixoloji bir fenomendir bu. İnsan bilir ki, konkret bir vəzifəni, tapşırığı icra etməlidir. Ancaq könüllü şəkildə bundan özü üçün müxtəlif bəhanələr uydura-uydura yayınmağa başlayır Bəli, bəli, və soruya saxlayır işi, son anlara saxlayır. Halbuki o bilir ki, bu iş vacibdir. Məsələn, müəyyən pul qazanacaq və yaxud hansısa bir karyera irəliləyişi mümkündür bununla bağlı və yaxud konkret olaraq siz dediyiniz kimi ev işləri, həyatda, bacada görüləcək işlər. Amma o hı hı, bunları könüllü surətdə müxtəlif beynin o özünə məxsusluğu, qəribəliyi, əsrarəngizliyi burdadır, o insan psixologiyasının. Müxtəlif icadlar başlayır çıxartmağa və bəli, nəticədə də biz görürük ki, proses təxirə salınır. Ciddi surətdə təxirə salınır və o bəli, beynin müxtəlif hissələrə ki, siz sadaladınız, onların arasında bir müharibə baş verir. İndi alimlər bunu bu formada izah edirlər. sözsüz, Amma bəli, önəmli olan məsələ ondan ibarətdir ki, siz bu prosesi, o beyində baş verən gözə görünməz prosesi uğurla təsvir etdiniz. Mən də belə nəticəyə gəlirəm ki, hardasa insan özü üçün əlavə problem yaradır. bəli, İşi son ana saxlamaqla, gecikdirməklə həm işin gecikdirilməsi şuuraltı da olsa insana stres verir, həyəcan verir, bəli, əsəb verir. bəli, bəli, O özü də bilir ki, işləri gecikdirir, təxirə salır və bundan əziyyət çəkir. hı İkincisi, hı, ikinci stres, ikinci zərbə dalğası o zaman gəlir ki, sən görürsən ki, artıq o görəcəyin, tamamlayacağın işin son saniyələri deməyək, saatlarımı, günümü və s. Onda zərbənin ikinci dalğası gəlir. Bax, bəli. beyin də naqruzkaya düşür təbii ki, o beyin daxili siz deyən o müharibə də daha da şiddətlənir. Bu son dəqiqələrdə, o Bəli, deadline-a yaxınlaşdıqca. bəli, Çox qəribə məqamdır bu və elmdə də bu təxirə salmanın da, gecikdirmənin də həm nəzəri əsasları var, həm onun növləri də fərqləndirilir. bəli. Müxtəlif növlərin üzərində dayanırlar alimlər Hı hı, və müxtəlif deyək ki, məsələn, elə insanlar var ki, siz bayaqları dediniz, tənbəlliklə falanla izah eləyənlər var. Amma mən bildiyim qədər, məsələn, elə insanlar var ki, hər şeyi ən mükəmməl tərzdə eləməyə çalışırlar. Necə budur. düşünürsünüz yəni bununla bağlı, növlərinlə bağlı məsələn, hər hansı bir fikirləri A, kitablandırsaz minnətdar olardım. bəli, əlbəttə ki, tamamilə düz vurğuladınız.
əslində bu procrastination və yaxud da ki, Azərbaycan dilində desək, təxirə salmanın növləri var və bu növ insanın xarakterindən də asılı olur. Bəli. Birinci növ olaraq mən deyərdim, bu sizin dediyiniz mükəmməlliyə qaçan növdür ki, hansı ki, bunu mən ekrana da yansıdacağam bu görüntünü tam aydın izah olunması üçün. Carol Dweck adlı bir alim bunu mindset olaraq, iki növ mindset olaraq izah eləyir. Maraqlı. Bizim təxirə salan mindsetimiz bizim fixed mindsetdir. Yəni ki, bir düşüncəyə fix olur və onu heç bir digər fikirlərə açıq olmur. Bu daha çox təbii ki, neqativ olaraq adlandırılır. İkinci bizim mindsetimiz isə growth mindsetdir. Yəni inkişaf mentalitetində olan insanlardır və bunların challenge-lara nə qədər açıq olub olmaması və gələn kritikalara nə qədər açıq olub olmaması, maneələri necə görməsi. Məsələn, maneəni biri görə bilir ki, maneə ilə effort sərf eləmək heç bir mənası yoxdur. Digəri isə görür ki, uğura gedən yoldakı əslində bu inkişaf yoludur. Və daha çox fixed mindsetdə olan insanlar mükəmməllik düşüncəsində olurlar. Əslində bu Hər şeyi ən üst səviyyədə görmək lazımdır. çox doğru vurğulayırsınız. Əslində bu məntiqlə düşünəndə biz mükəmməl sözünü eşidib aldanırıq ki, hə, o deməkdir ki, daha yaxşıdır. Əslində deyil. Çünki bu insanlar düşünür ki, əgər bir şey mükəmməl deyilsə, heç olmasın. Həyatda isə belə bir gerçəklik yoxdur. Yəni hər şey mükəmməl olması, ilk başda mükəmməl olması mümkün deyil. Ona görə də bu birinci növü idi, sizin də vurğuladığınız kimi. Digər növləri də təbii ki var. Bunun ikinci növü isə insanlar xəyalpərəst insanlar adlandırardım. Onlar xəyal qurmağı dreamerlar da, yəni xəyal qurur, beynində kliplər çəkir, filmlər çəkir, amma məsələ işi icra etməyə gələndə o ortada yoxdur. Çünki onun beynindəki işi onu düşünməyə qədər idi. İcraatda artıq o yoxdur. Üçüncü növü isə böhran sevənlərdir. Sözün açığı mən sizdən də indi soruşacağam ki, siz təxirə saldıqda siz bu 4 kateqoriyadan hansına özünüzü mənsub edirsiniz? Bu üçüncü deyəcəyim mənəm. Mən açıqcası nə qədər də bundan qaçmağa çalışsam da təəssüf ki, qaça bilmirəm. Böhran sevənlər. Bilmirəm bunda biz adrenalinimiz mi yüksəlir, yoxsa son anda olanda ki, o krizis anını mı sevirik, qaça-qaça mı sevirik, amma işimizi çox vaxt son ana buraxırıq. Son an bir şeyləri yoxlayırıq. Təbii ki, bunun üzərində mən çox işləyirəm. Dördüncü növ isə artıq o qədər yüklənir ki, overwhelming yaşayır ki, beyni iflic olur əslində burada. Yəni o qədər çox üstünə iş götürüb ki, onun beyni funksionallığını itirir və işləyə bilmir. Belə. Doğru. Növlərinə əlavə olaraq bir fikir bildirmək istəyərdim. Bəzi insanlar bunu situativ olaraq deyək, işləri gecikdirirlər. Hər hansı bir situasiya, vəziyyət onları qorxudur. Bu Bəli. vəziyyətə düşəndə adamlar əlavə gərginlik yaşayırlar, Doğrudur. həyəcan yaşayırlar və nəticə etibarilə düşünürlər ki, mən bu işi indi başlasam, görəsən necə olacaq, necə bu işin öhdəsindən gələ biləcəmmi? Situasiyadan asılı olaraq, vəziyyətdən asılı olaraq. Bəli. Elə insanlar var ki, onlarda kronikidir bu problem. Yəni həyatı boyu bu adamlar hər şeyi davamlı şəkildə təxirə salırlar. O 15 dəqiqəyə gəlirəm ifadəsi. Bizim o milli mentalitetdə o var. Bəli. Zəng vurursan, hardasan, deyir 15 dəqiqəyə gəlirəm, 5 dəqiqəyə gəlirəm, 3 dəqiqəyə gəlirəm və s. Və bir də siz dediyiniz o sonuncu növ, məsələn, sonuncu ya üçüncü növüdür səhv eləmirəm. Elə insanlar var ki, o mükəmməllik məsələsinə yaxındır bu biraz. Biraz da uzaqdır ondan. Elə insanlar var, düşünürlər ki, gərginlik onlar üçün çox önəmlidir. Gərgin olanda
son anda, son vəziyyətdə mən daha yaxşı işləyirəm. Özünə bir arxayınlıq Bəli. var, əminlik var. Aşı son anda onsuz da tələbələr görmüşəm mən daha çox. Deyirlər müəllim, məsələn, 1 gün qalanda, 2 gün qalanda oxuyacağıq. Bəli. Təbii ki, fiziki cəhətdən bütün materialı oxuyub çatdırmaq mümkün deyil. Eləcə də hər hansı başqa işi görmək mümkün deyil. Bax, problem o zaman yaranır. Yəni, qəsdən işi gecikdirirlər və nəticə etibarilə də, deyək, bəzən özləri üçün də problem yaradırlar, bəzən başqaları üçün problem yaradırlar. Mənə gəldikdə, mən deyərdim ki, bəzən, indi özüm də düşünürəm bu barədə, məndə ən önəmli amil, hər zaman mən açıq etiraf eləyəcəm bunu, iqtisadi amildir. Hı hı. Çox önəmlidir. Çünki iqtisadiyyat bunu gizlətmək mümkün deyil. Sözsüz. Xüsusilə də kişilər üçün. Məsələn, əgər bu gün evdən çıxacaq, başqa yerdə hardasa başqa bir iş var, o işi görəcək və bir qədər pul qazanacaqsa, o yerdə qalan bütün işləri təxirə salacaq. Hə, bu var. Bəzən deyək ki, motivasiya ilə bağlamaq olar. Əhval-ruhiyyə aşağı olanda istər-istəməz insanın əli iş tutmur. Yorğun ola Bəli. bilərsiniz. Bax, bu məndə biraz qarışıqdır, açıq deyim. Yəni, Hı hı. nəyisə qəsdən təxirə salmaq fikri o dediyim kimi bayaqları söylədim, o elə insanlar var ki, məqsədyönlü şəkildə bunu eləyirlər ki, son anda eləyəcəm, mən son anda daha yaxşı işləyirəm. O məndə yoxdur. Çünki Hı mən hı. mərhələ-mərhələ işləri görməyi sevən adamam ümumiyyətlə. Hər işi zamanında, yerində. Amma iqtisadi motivasiya olmayanda və yaxud əhval-ruhiyyə aşağı olanda, yorğunluq olanda artıq məndə də bu təxirə salmalar istər-istəməz olur. Hələ evdə də yoldaşım da görürsüz ki, çox vaxt belə deyək də, irad tutur mənə ki, sən niyə bu işi vaxtında görmədin, o iş qaldı. İstər-istəməz insanlıq halıdır. Bax belə Hı və hı. bunun səbəbləri də çox maraqlıdır. Məsələn, indi çox qəribədir bu. İnsan genetikasından bağlıdır, yoxsa başqa bir faktorla bağlıdır. İndi sizin də fikirləriniz maraqlı olar. Mən təklif eləyərdim ki, bəlkə biz daha sonra elə indiki bu məqamda daha sonraya saxlamayaq. Bəli. Elə indi bu məsələni müzakirə eləyək. Bir müzakirə aparaq. Görək səbəb nə ola bilər? Hı hı. Yəni hər insanda mı bu var, yoxsa sadəcə ayrı-ayrı insanlarda insanlar özlərini belə formalaşdırırlar? Bəli. Bu şəxsən mənim, fikrimdir. Yəni heç bir, elmi əsası yoxdur. Amma düşünürəm ki, məncə, hər bir insan həyatının hansısa bir nöqtəsində mütləq ki, təxirə salma ilə, rastlaşıb və bunu mütləq Mütləq. edib. Razıyam, Aaa tamamilə razıyam. Bəli, bu genetik olduğunu düşünmürəm. Çünki, nə qədər insan görmüşəm ki, valideynləri tutaq ki, çox produktiv insanlardır, amma məsələn övladları elə deyil və yaxud da ki, çox əksinə, valideynlər qeyri-produktivdir, övladlar produktiv olur. Övladlar Ona görə mənim fikrimcə genetik deyil bu. Bu daha çox, siz məsələn bir, amili, qeyd etdiniz, iqtisadi amil. bəli, Bu həm iqtisadi amil olaraq mən düşünürəm ki, çox böyük bir, əhəmiyyəti var. doğru, Həm də ki, sosial olaraq mən istəyərdim buna toxunmaq. Məncə ətrafımızda saxladığımız, insanlar, bəzən bu insanları biz istəyərək saxlayırıq, bəzən istəməyərək. Tutaq ki, məsələn, iş yoldaşları bizim istəyərək saxladığımız deyil, bəli, məcbur olaraq var. Və yaxud da ki, dostlarımız. Onların əslində, adətləri və, işə yaxınlaşmaları və yaxud da ki, biz hansısa bir işə, başlamaq istəyəndə bizi necə, motivasiya etdikləri məncə bizim də, produktivliyimizə çox təsir göstərir. doğru, Məsələn, doğru, ımm, bir otaqda oturmusunuz və görürsüz ki, ətrafınızdakı hər kəs, nəsə iş görür. Fərqi yoxdur nə iş görür, nəsə iş görür. Hər kəs özünə uyğun bir iş görür.
məsələn, bunu mən bir misal vermək istəyirəm. Gəncədə açıqcası bilmirəm, yəqin ki, orada da var, amma Bakıda coworking mərkəzləri həddən artıq çoxalıb Hı və hı. insanlar hər kəsin təbii ki, öz evi var. Amma çox insanın öz otağı da ayrıca var, şəraiti də var. Amma yenə də əlavə pul verərək gedir coworking mərkəzində işləyir və yaxud da Ha. ki, coffee shopda işləyir. Niyə? Çünki mən ətrafımda gördükdə ki, bu insanlar işləyirlər, mənə də işləmə həvəsi gəlir, belə deyim. Nə iləsə məşğuldur. Amma məsələn, tutaq ki, bir otaqda olsa insandır, hərəsi əlində telefon, TikToka baxır, biri bilmirəm, nə bilim, nəyə işsə, bir hansısa produktiv olmayan işlə məşğuldur, danışıb ancaq gülürlər. Təbii ki, mən burada demirəm ki, TikToka baxmaq və yaxud da ki, danışıb gülmək olmaz, ancaq işləmək. Amma bunun da təbii ki, həddi var. Və bu, 2 otaqda produktiv olan və yaxud da ki, produktiv olmayan otaqlarda düşəndə düşünürəm ki, 80% insan özünü idarə edə bilən insan belə olsa, mütləq təsirlənir abu-havadan. Hı. Ona görə düşünürəm ki, bu sosial, məsələn, bu otaq bizim həyatımıza tətbiq etsək, bizim dostlarımızın nə qədər çalışqan olması, bizim ailəmizdəki insanların, bizim, tanışlarımızın nə qədər çalışqan və yaxud da ki, tənbəl olması bizə də yansıyır. Həmçinin də onların bizi nə qədər motivasiya eləməsi. Və, tutaq ki, məsələn, siz bir işə başlamaq istəyirsiniz, fikrinə çox hörmət elədiyiniz və yaxud da ki, sizin ailənizdən bir insan ki, siz onunla hər şeyi götür-qoy eləyirsiniz, Hı. o sizə deyir ki, nə evə lazımdır, eləmə bunu. Sizdə bir 100% idisə bu motivasiya, sizdə Hı. 80-ə düşür. 100% o düşür. Və hər belə fikir gəldikcə sizdə artıq düşür və siz ruhdan düşürsüz. Və bu da təbii ki, bizim bu işi eləməyimizə qalır. Və yaxud da ki, siz deyirsiniz ki, mən qoy evdə oturum, məsələn, evi təmizləyim ən bəsitindən. Dostlarınız zəng vurur ki, gəl gedək çölə, sonra təmizləyərsən evi və bununla da təbii ki, biz bu işi təxirə salmış oluruq. Bəli, tamamilə razıyam. Yəni istər-istəməz psixoloji faktor rol oynayır ki, Bəli, insan hansısa gərgin, yorucu, sıxıcı əmək prosesindən özünü bir müddətdə olsun bir növ time-out götürmək istəyir, kənarda tutmaq bəli, istəyir. Yəni bəli. hardasa başda siz də vurğuladınız, o kənarda mükafatlar axtarır, özü üçün həzz almaq, zövq almaq, həyatın dadını çıxarmağa çalışır. Bəli, Yəni ən mühüm səbəblərdən biri təbii ki, mənim fikrimcə bu ola bilər. Amma iqtisadiyyat da önəmlidir. Əgər sözsüz. o gör bayaqları mən dediyim kimi, əgər Bəli, gərgin bir iş görəcəksiniz, onun əvəzində qarşılığı olmayacaqsa, burada mənəvi məsələlər də rol oynaya bilər. Məsələn, elə bir kollektivdə ola bilərsiniz ki, sizə hansısa tapşırıq verilir, ancaq məsələn bir qrup ustadır. Böyük bir binanı tikəcəksiniz. Amma orada 2-3 bir-birinlə yola getməyən insanlar varsa, artıq motivasiya sıfıra düşəcək. O gərginlik, o psixoloji durum sirayət eləyəcək iş prosesinə. O düzdür. təxirə salmanın başqa problemlər də meydana çıxa bilər, amma eyni zamanda təxirə salma da burada mütləq özünü göstərəcək. İş Bəli, gecikdiriləcək. Nəticəni əldə eləmək çox rahat olmayacaq. Və bir də burada bir məqam da var. Deməli, məsələn, biz həmişə hər şeyi ya müsbət qəbul edirik, ya neqativ qəbul edirik, mənfi qəbul edirik. Amma mənim fikrimcə bu baxımdan insan sağlamlığı baxımından bu təxirə salmanın bəzən faydaları var. Həmişə olmasa aha, da bir sıra hallarda bunun müsbət tərəfləri də mütləq yəni olmamış deyil. gözlənilməz bir şeydir, amma əslində bəli, var, düzdür. Bəli. Siz nə kimi görürsüz bu faydaları məsələn? Yəni məsələn, qısa və konkret ilk başda onu demək istəyərdim ki, bəzən insan beyni ən həssas orqan. O gərginliyə,
insan özünü məcbur eləyərək getsə, o beyin və digər bədən üzvləri arasında o siqnallaşma, xəbərləşmə, rabitə itəcək. Siz müxtəlif insan müxtəlif xəstəliklər tapa bilər. Özünü nəyəsə Bəli. könüllü olmadan məcbur edərsə. Bəzən təxirə salma tibbi baxımdan faydalı ola bilər. Yəni insan özünü məcbur edərək hər hansı bir məqamda, hansısa bir işə yönəlsə, bu onun üçün çox ciddi psixoloji, mental problemlər yarada bilər və hüquqda da bu var. Məcburi əməyin qadağan olunması. Bu konstitusion hüququ bir müddəadır. Heç kim məcburi olaraq işlədilə bilməz. Əmək Məcəlləsində də bu var. Əgər insan hansısa bir prosesi təxirə salırsa, mən demirəm 100% hallarda, amma yəqin ki, heç olmasa bir 30-40% hallarda bu onun üçün zəruridir, vacibdir. Ehtiyacı var buna. Zorla gözəllik olmaz. Zorla keyfiyyətli iş görmək olmaz. İkinci, deyək, məsələ, ikinci aspekt ondan ibarətdir ki, zorla görülən işdə keyfiyyət olmayacaq. İstəsək də, istəməsək də. O işi biz başdan sovda eləyəcəyik, yola verəcəyik. Nəticə etibarilə də ərsəyə gələn iş bizim ilk başda gözlədiyimiz hədəflərə çatmağımıza mane olacaq. Məsələn, 5000 pul alacaqdıq, misal üçün deyirəm. Amma o işi yoxlayıb bizdən götürən adam o 5000-i bir qədər verməyəcək. Orada problem olacaq istər-istəməz. Bunun əksi də ola bilər. Siz işi çox yüksək keyfiyyətlə görə bilərsiniz, amma qarşıdakı adam sizin o haqqı verməyə bilər. Siz bundan şübhələndiyiniz üçün işi təxirə salarsınız. Kəşke, onsuz da o pul verən adam deyil. Mən ona iş görsəm, o pulumu verməyəcək. Yəni, bu da ola bilər, o da əksi də ola bilər. Lazımsız olduğunu düşünürük ki, artıq bəlkə də götür-qoy eləməkdə. Loru dildə desək, bir şey təxirə salıb beynimizdə götür-qoy eləyirik və deyirik ki, bu əslində lazım deyil bizə. Yəni, iqtisadi aspekti var məsələnin ki, mən onsuz da işi görsəm, o pulu qazanmayacam və yaxud işi təxirə salma bəzən münasibətləri xilas edə bilər. Üçüncü aspektdir. Xüsusilə də əmək kollektivlərində bu baş verə bilər. Ailədə bu baş verə bilər. Hansısa bir işi görmək istəyirsən, ər-arvad arasında ola bilər, valideyn, övlad arasında ola bilər. Amma bilirsən ki, bu işi görsən, ailədə bu narazılığa səbəb olacaq. Məsələn, gənclərin tez-tez o bir xanıma söz verirlər, elçi gələcək, plan olacaq. Bəzən evin, ailənin, valideynlərin qorxusundan bunu təxirə salır. Bunun da təsiri var. Ki, münasibətlər açılsa, kulminasiya nöqtəsinə gəlsə, qırılmalar ola bilər. Təbii ki, bu, mən dediklərim situativ məsələlər. Bir şeyi hər yerə tətbiq eləmək olmaz. Yəni, bəzən bu bir situasiyada bir faydası ola bilər, başqa situasiyada zərəri ola bilər. Mən bir şey əlavə etmək istəyirəm bu sadaladığınız faydalara. Zeigarnik deyə bir alim var və o bu deyib ki, əslində bizim təxirə saldığımız anda bu fikirlər yoxa çıxmır təbii ki. Bu bizim subconscious, səhv eləmirəmsə Azərbaycan dilində təhtəl şüur deyilir. Təhtəl şuurumuzda şuuraltı, bəli. Şuuraltı bir form əslində bizdə qalır və o bu təhtəl şuurda bişməyə başlayır, loru dildə desək. Beyin ki, o təzyiqdə qalır və bizdə o narahatlıq olur ki, bu mənim beynimdə bu fikir var, mən bunu hələ tam gətirməmişəm. Bu təzyiq bizim bu məsələyə daha çox fokuslanmağımıza səbəb olur və hər fokuslandıqca da, hər bu məsələ haqqında düşündükcə də əslində bunu biz beynimizdə bişiririk və daha da, belə deyim, daha yaxşı formaya salırıq. Bu Zeigarnik effekti olaraq elmdə mövcuddur və belə düşünürəm ki, əslində haqlılıq payı var. Mən bunu öz həyatımdan məsələn
ən son yaşadığım bir misal olaraq deyim. Bu podkastı həm hazırda sizinlə etdiyimiz, həm də digər Sənət Günəşi podkastını mən əslində mart ayından planlayıram. Amma durmadan bir problem çıxdı və yaxud da ki, bəlkə də bu problemləri psixoloji olaraq mən özümə çıxartdım və durmadan ertələdim. Yəni artıq biz 7-ci aydayıq. Biz 7-ci ayda bunu eləyirik. Onda mən məsələn başlayanda daha fərqli Ra planlar var idi. Amma bugünkü Şəms o planlara baxanda və hazırda baş tutana baxanda bunu daha çox bəyənir. Çünki həqiqətən üstünə daha da çox gətirir. Lego parçalarını məsələn beynimizdə o Lego parçaları deyirsən, qoy bunu da əlavə eləyim, yox bu bura uymadı, bunu çıxardım, bunu əlavə eləyim və martdan bu yana düşünürəm ki, çox yaxşı oldu bunu təxirə salmaq ki, çünki mən yeni bir ideyalar əlavə elədim. Fikirləşdim ki, bunu eləməsək bu daha çox məncə izləyiciyə xoş gələr. Ona görə də mən bununla da qatılıram ki, bir sizin dediyiniz məsələn hər hansı bir gərginliyi aradan qaldırmaq üçün və yaxud da ki, özlüyümüzdə bir şeyi, məsələn, demək ki, həm iqtisadi səbəbə görə və yaxud da ki, öz fikirlərimizin dəyişməsinə səbəbə görə ki, bir şeydən artıq vaz keçməyimiz və yaxud doğru. da ki, bir şeyə əks bir fikri daha da dolğunlaşdırıb, daha da yaxşı bir formada həyata keçirmək üçün. Yəni bu insanlar bunu dinləyib istəməzdim ki, podkastda fikirləşsin ki, doğrudan da mənim nə qədər təxirə saldığım məsələlər var və bunu fikirləşib pis olmalarını istəmirəm ki, o neqativ düşüncədə olmasınlar. Əslində bəlkə də bunun çox böyük faydası var o təxirə salmalarının. Bəli, sizinlə tamamilə razıyam. Heç də Mhm. həmişə bunu bir psixoloji problem kimi, mental gərginlik yaradan, daimi bizi stressdə, həyəcanda, qorxuda saxlayan bir amil kimi nəzərdən keçirtmək olmaz. Bəzən bu cür faydaları da ola bilir. Təbii ki, zərərləri də var. Bəli. Zərərlər də qaçılmaz deyil. Məsələn, iqtisadi baxımdan biz pul itirə bilərik. Əgər Mhm. bir deadline-ı buraxdıq, tapşırığı vaxtında icra etmədiksə, elementar Bəli. iş yerində deyək, qınaq, töhmət obyektinə çevrilə bilərik. Və yaxud məsələn, başqa cür pul itkisinə məruz qala bilərik. Tutaq ki, əgər biz bu gün bir tikinti işini başa çatdırsaq 1000 manat xərcləyəcəyik. İndi elə Mhm. dövrdür ki, günbəgün deyək ki, hər yerdə qiymətlər artır, deyək, tikinti Bəli. materialları bazarında da, başqa sahələrdə də 5 manata alacağımız hər hansı bir materialı biz alacağıq, tutaq ki, 7 manata, 8 manata və bu iqtisadi, mənəvi, psixoloji zərərləri qaçılmazdır, danılmazdır. Bəli, İndi bəli, bəli, haqlısınız. zərərlərdən danışanda deyək ki, belə deyək, məsələn, son ana saxladığımız işləri biz keyfiyyətsiz görəcəyik. Mhm. Son anın verdiyi həyəcan, əsəb, stress, yuxusuz gecələr, bunlar da bizim orqanizmə də zərbə vuracaq və sair və ilaxır. Yəni bax, zərərləri də olmamış deyil. Yəni dəyərli Tamam. dinləyicilərimiz bu balans tapmağı, o qızıl ortanı tapmağı həmişə qarşıya məqsəd qoysunlar, mən istəyərdim ki. Tamamilə haqlısınız. Həmçinin də təbii ki, siz də səhv eləmirəmsə danışığınızın əvvəlində demişdiniz, bu bizim səhhətimizə də təbii ki, təsir göstərir. Bizim kortizolumuzun yüksəlməsinə səbəb olur və bu da bizim immun sistemimizin əslinə düşməsinə səbəb olur. Və təbii Doğru. ki, bundan əlavə bu stress bizim depressiyaya düşməyimizə səbəb olur və depressiv hallarda qalırıq. Bir də bir şey əlavə etmək istəyirəm. Bəzən bizdə özünə inam olmadıqda, biz bu təxirə salmadan hiyləli bir şəkildə istifadə edirik.
nə demək istəyirəm? Doğru. Tutaq ki, mən bilirəm ki, mən düşünürəm, bilirəm yox, düşünürəm ki, bir imtahan var və mən o imtahandan keçməyəcəyimi düşünürəm. Doğru. Mən əgər imtahana məsələn 1 ay hazırlaşıramsa və mən o imtahandan keçməyəcəmsə, bu artıq istər-istəməz həm ətraf cəmiyyətdən, həm də öz içimdə, özümü günahlandırmış oluram ki, mən başara bilmədim. Amma mən bu hazırlaşmağı məsələn son gecəyə saxladıqda, belə bir çoxuna inanılmayacaq belə olsa, amma bir bəhanə olaraq vaxtım yox idi, vaxt çatışmamazlığı. Mən əslində yaxşı eləyərdim, amma vaxt olmadı deyə belə pis alındı. Deyib belə bir, səbəb olaraq da biz bir göstəririk özümüzə ki, bəhanəsinə, qısacası bir hiyləli bəhanənin arxasında təxirə salmadan istifadə edirik ki, Doğru. özünə inanma, belə deyim, maskalayaq. Əslində, Bəli. bu procrastination, deyərdim ki, o, işin özündən qaçmaqdan çox, bu emosiyadan. Siz əslində vurğuladınız ki, bunu biz bu, bizdə yaratdığı emosiyadan qaçırıq və bu Doğru. qorxu emosiyası ola bilər. Yəni biz də məsələn o işi eləyəndə qorxuruq, yorğunluq ola bilər. Tutaq ki, idmana getmir, çünki idmanda yorulacağını düşünür. Bəli. Və yaxud da ki, darıxmaq hissi ola bilər, qabları yumur, çünki deyir ki, mən qab yuyanda darıxıram, Hə. eləmək istəmirəm. Yəni bəsit gündəlik həyatdan misallar çəksək. Həmçinin də özünə inam məsələsidir ki, mən düşünürəm ki, məsələn, mən bunu eləsəm uğurlu alınmayacaq, ona görə də gəl heç eləməyim, özümü də özümə və özümü də başqa insanlara biabır eləməyim. Gəl heç ondansa sonra eləyərəm Hə. düşüncəsi də yaranır insanlarda. Bəli. Təxirə salmaqla bir növ özünü sığortalayırsan ki, mən bax vaxt olmadı və sair və ilaxır. Nəticə etibarilə həm vicdanın qarşısında dırnaqarası formada təmiz dayanırsan ki, görürsən ki, vaxtım Və çox az müddət ərzində mən hazırlaşdım. Uzun müddət və hazırlaşsam əslində çox böyük nailiyyət əldə edərəm. Yəni bu doğrudur. yanaşma da doğrudur. Mən qəbul eləyirəm bunu. Yəni ümumilikdə götürəndə belə yekunlaşdıra bilərik. Mən yekun bir neçə fikrimi demək istəyərdim ki, əslində yaxşı hal deyil, təbii ki. Gecikdirmək, təxirə salmaq, sabaha, o birisi gününə, sırağa gününə və sair uzada-uzada getmək, təbii ki, bu bizim üçün mütləq və mütləq müəyyən nəticələr doğuracaq. Həm bizim üçün əlavə gərginlikdir, son ana saxlayaraq o deadline-ın başa çatmasına 1 gün, 2 gün qalmış işi görməyə başlamaq orqanizm üzərində həm fiziki baxımdan yükdür, həm psixoloji baxımdan yük, gərginlik, stressdir. Eyni zamanda bu sosial baxımdan bir qədər neqativ nəticələr doğuracaq. Doğru. Başlarda siz vurğuladınız, onu qeyd etdiniz. Ətrafda belə insanı hər kəs tənbəl, tənəki, sözünün üstündə durmayan, sözündən qaçan, iş görə bilməyən və s. kimi qeyri-sosial keyfiyyətlərlə xarakterizə edəcək. Bu, həm iqtisadi baxımdan, belə deyək, neqativ nəticələrə gətirib çıxarır, istər-istəməz. Deadline. İşi vaxtında təhvil verdiniz, gördünüz, tamamladınız. Lap ev işlərini vaxtında gördünüz, görmədiniz. Məsələn, o evin çirklənən sahəsi, bu artıq bir növ, belə deyək də, əlavə o aşıntılar yaradacaq, problemlər yaradacaq. Çirkli qablarda da belədir. Çirkli paltarlar da gec-gec yuyulduqda daha tez xarab olacaq, sıradan çıxacaq. Amma zamanında qulluq olunsa, mənim o xasiyyətim maşınla bağlıdır. Məsələn, avtomobilimi mən çox nadir hallarda təmizləyirəm. Yəni bu məndə var. Amma onun bir başqa səbəbi də var. Çünki kənd yerlərində maşın, avtomobil bəzən da nəyisə daşımaq üçün filan üçün də istifadə olunur.
Tez-tez gərək onda hər gün yuyasan, avtomobili təmizləyəsən. Növbəti məqamı demək istəyərdim. Bu təxirə salma bizi nə ilə üzləşdirə bilər neqativ baxımdan? Bu bizim istər-istəməz əhval-ruhiyyəmizin aşağı düşməsinə səbəb ola bilər. İşləri təxirə sala-sala bizdə artıq psixoloji cəhətdən özünə inam getdikcə azalacaq. Cəmiyyət bizi qəbul Bəli, etməyəcək, hara getsək deyəcəklər ki, bu iş görən deyil. Pulun istər-istəməz olmayacaq təxirə sala-sala. Səhhətdə o insan orqanizmində olan o xoşbəxtliyi, şadlığı yüksəldən o hormonlar, planlar, onlar avtomatik olaraq aşağı düşəcək. İmmunitetimiz, bədən immuniteti aşağı düşəcək. Nəticə etibarilə də bu bizi ciddi təhlükələrlə üzbəüz qoya bilər. doğru. Amma çıxış yolu məsələsi var. Hər şeydən bir çıxış yolu var. Nə etmək olar? Necə bunun öhdəsindən gəlmək olar? Mən biraz çox danışdım. İstəyirsiniz bu barədə öz Yox. fikirlərinizi qısaca deyin. Mən də əlavələrim olsa toxunaram bu məsələyə də mən də toxunaram. Bəli. Çıxış yolu olaraq, Mel Robbins yəqin ki, çoxu tanıyır. Let Them teoriyası ilə günümüzdə məşhurlaşmış bir xanımdır. Kitabı da həmçinin var. Mel Robbins bunu deyir ki, nə vaxt ki, sən biraz hiss eləyirsən ki, sən tənbəllik içində bir hissi oyanır, Hı. o hissin və yaxud elmi dildə desək, loru dildə desək, tənbəllik hissinin, elmi dildə desək, amigdalanın baş qaldırmağa başlayır. Sən 5, 4, 3, 2, 1 de və dərhal ayağa qalx. Və Hı. o amigdalanı şok halında yaxala ki, o sənə belə deyim də, zəhərləyə bilməsin öz fikirləri ilə ki, yaxşı otur, 1-2 dənə də TikToka bax, 1-2 Hı. dənə də Reels-a bax, öncə də uzan yerində. Bunu deyə bilmədən onu şok halında saxlamaqdır. İkincisini mən belə deyim, birincini mən məsləhət bilərdim. Hı. İkincini mən həyatımda təcrübə etmiş və həmişə uğur qazanmamış bir belə deyim, çıxış yollarından biridir. Bu mənim o anki ruh halımdan asılı olur. Bəzən məndə iradə olduğu günlərdə bu baş tutur. Yəni bu yol, çıxış yolu. Bəzi günlərdə də iradəm zəif günlərimdə isə bu baş vermir. Yəni bunu etməzdən əvvəl məncə hər bir insan birinci öz iradəsinə baxmalıdır ki, iradəlidir yoxsa yox. Bu yol odur ki, həzzi gecikdirmə, belə deyim, çıxış yoludur. Hı. Tutaq ki, bilmirəm, hər kəsin məsələn etmək sevdiyi bir şey var da ki, o öz fasilə anlarında kofe içmək ola bilər, yenə internetə baxmaq ola bilər, hansısa bir videorolika baxmaq ola bilər. Tutaq ki, deyə bilərsən ki, mən yarım saat, 1 saat, 15 dəqiqə işləyəcəm, sonra 5 dəqiqə məsələn fasilə verəcəm və o sevdiyim işi görəcəm. Beyin o zaman o həzzi, o 5 dəqiqəlik həzzi gecikdirir və o işləri görür ki, o qurtarsın və mən tez o həzz anına başlayım. Bu niyə iradədən asılıdır? Çünki bəzən o 5 dəqiqə dediyimiz 15 dəqiqəyə, 30 dəqiqəyə məndə çıxır. Yəni bəzən mən deyirəm ki, bax 5 dəqiqədən artıq bunu eləməyəcəksən, amma özümü itirirəm və görürəm ki, artıq 30 dəqiqə keçib. Ona görə də ki, iradəniz güclü deyilsə, mən bunu sizə məsləhət bilmirəm. Amma birinci yol o Mel Robbinsin 5-4-3-2-1 yolunu mən məsləhət bilərdim. Çox sağ olun. Mənim özüm üçün də. Mən oxumamışam. Robbins, Mel Robbins, bəli. Mel Robbins. Burada əlavə edirəm onun kitabını. Bu elmi yanaşmalarla yanaşmalara əlavə olaraq onu demək istəyərdim ki, təbii ki, o dediyiniz hər iki metodu tətbiq etmək effektli nəticələr verə bilər. Bəzi insanlarda birinci effekt önəmli rol oynayar, bəzilərində ikinci effekt, üzr istəyirəm, ikinci metod önəmli Bəli. rol oynayar. Hə.
Bununla yanaşı mən elə başa düşürəm ki, xüsusilə də valideynlər gərək kiçik yaşlardan uşaqları eee, disiplinaya, nizam-intizama öyrətsinlər və o təxirə salma məsələsi bəlkə də müəyyən qədər ya gec formalaşar, ya ümumiyyətlə insanda formalaşmaz. Çünki Hı hı. uşaq dərsdən gəldi, artıq onun bir planı, proqramı var. Filan saatda dərsini elədi, filan saatda idmana getdi, filan saatda şahmata, məsələn, üzgüçülüyə, rəqsə, musiqiyə və sair. Onun boş vaxtı yoxdur. Əylənmə saatı da Bəli. konkret filan saatlardadır, oynamaq saatı. Bu zaman bu təbii ki, uşaqlar yeniyetmələr üçün valideynlər bu cür proqramlaşdırsalar, o kompüter dilindən desək, uşaqlar artıq zamanla elə formalaşacaqlar ki, onlar özləri təxirə salmadan əziyyət çəkəcəklər. Əksinə, işlərini təxirə salanda əziyyət çəkəcəklər ki, yox, mənim işim qalıb, mən hələ çörək yeyə bilmərəm və yaxud əylənə Bəli. bilmərəm, oynaya bilmərəm. Amma insanlıq halıdır. Bunların da olması, biz bunu nəzərə almalıyıq ki, biz insanı baş verərsə 2 qat depressiya yaşamayaq. Niyə mənim işim bu gün təxirə düşdü? Yox, bu gün olmayacaq, amma heç olmasa ikinci cəhddə təxirə sal. Yekunlaşdır, tamamla və işi təhvil ver. Məndə də Şəms xanım olur, gecikdirmələr olur bəzən. Qaçılmaz bir şeydir. Mütləq o gecikdirmələrdən, təxirə salmalardan mütləq surətdə xilas olmaq üçün gərək cəmiyyətdə hər kəs təxirə salmasın. Hı Heç hı. kim heç nəyi təxirə salmasın. Bax, mən Bəli. sənədlər hazırlayırdım bu ərəfələrdə. Bilirsiniz, o qədər məndən asılı olmayan məsələ. Məsələn, mənim işimi bir nəfər görməli idi, tutaq sənədləşdirmə olmalı idi və yaxud başqa bir proses həyata keçirilməli idi. O qədər zəncirvari ləngimələr baş verdi ki, bax bu son 2-3 ay ərzində mənim işlərim demək Hı olar hı. ki, elə mövzu yerinə düşür, təxirə salmalarla başa çatır. Bax bu sosial faktoru da nəzərə almaq lazımdır ki, bəzən bizdən asılı olmur təxirə salmalar. Təbii, məişətdə, evdə o görüləcək işlərin təxirə salınması başqa məsələdir. Amma əhval-ruhiyyəniz, məsələn, işdə əhval-ruhiyyəniz korlanıb evə gəlmisinizsə, təbii ki, o sirayət eləyəcək. Hı Ondan hı. da qaça bilməzsiniz. Ona görə ən önəmli məqam, sonda mən bunu vurğulamaq istəyirəm ki, əhval-ruhiyyəni yaxşı tutmaq. Ən önəmli məsələ budur. Əhval-ruhiyyə Düz yaxşı olsa insanda, hər şey qaydasında gedə bilər. Təxirə salmalar da mümkün qədər az olar. Tamamilə haqlısınız, Ramin bəy. Bir insanın həyat keyfiyyəti doğrudan da onun psixologiyasından və əhvalının nə qədər yerində olmasından asılıdır. Bu puldan yox, bu, Bəli, dostluqlardan və yaxud da ki, sevgidən yox. İlk bizim daxilimizdə necə biz həyata baxış açısı ilə baxırıq və bizim əhvalımız necədir, ilk ondandır. Ümid edirəm ki, hər kəsin, əhvalı həmişə yerində olar, və ümid edirəm ki, bu podkastimiz də insanlara bir az da olsa bir yardımcı oldu. Bəlkə düzgün bir yol göstərə bildik, bəlkə sadəcə əhvallarını qaldıra bildik. Təşəkkürlər bir daha, sağlıqla qalın.